Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Ən üstün ilahi mesaj verilişini izləyirsiniz. Bizim bəhsimiz İmam Hadi əleyhissalamdan nəql olunmuş Qədiriyyə ziyarətnaməsinin qısa izahı haqqında idi. Yetişdik o ziyarətnamənin bu hissəsində ki, İmam Hadi əleyhissalam Qədirxum günündə İmam Əli əleyhissalamı ziyarət edərkən belə buyurur: Əşhədu ya əmirəl müminin ənə şaqqə fikə mə əmənə bir rəsulil əmin. Buyurur ki, şəhadət verirəm. Ey əmirəl müminin, ey möminlərin əmiri, şəhadət verirəm ki, sənin barəndə şəkkə düşənlər, şübhəyə düşənlər, sənin imamətin, sənin vilayətin barəsində şəkk edənlər mə əmənə bir rəsulil əmin. O əmin olan rəsula, ilahi elçiyə, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə iman gətirməmişdir. Niyə? Niyə İmam Hadi əleyhissalam belə şəhadət verir? Çünki Peyğəmbərimiz dəfələrlə Əli əleyhissalamın imamət və vilayətini müsəlmanlara bəyan etmişdir. Məxsusən də Qədirxum çölündə. Bu baxımdan hər kəs Əli əleyhissalamın vilayətində, imamətində şəkk edərsə, yəni Peyğəmbərdə şəkk edir, Peyğəmbərin kəlamında şəkk edir. Gün kimi aydındır. Və ennəl adilə bikə qeyrək adilun ənid dinil qavim. Buyur ki, şəhadət verirəm ki, hər kəs səni qoyub başqasının dalıca gedə, başqasını özünə xəlifə seçə, Peyğəmbərin canişini kimi qəbul edə, belə bir şəxs həqiqətdə güclü və doğru, düzgün dindən üz döndərmişdir. Kamil din o deyil. Kamil din Əli əleyhissalamın vilayətindədir. Əlləzi irtəzahu lənə Rabbül aləmin. O dini ki, o güclü və doğru və düzgün dini ki, Allah Taala onu razı olub bizlər üçün. Hansı ki, Allah Taala aləmlərin Rəbbidir. Fəəkmələhu bi vilayətikə yevməl qədir. Hansı ki, Allah Taala öz dinini kamilləşdirdi. Ya əmirəl müminin sənin vilayətinlə, sənin imamətinlə nə vaxt? Qədirxum günündə. Peyğəmbər bunu elan elədi, açıq aydın şəkildə buyurdu. Hər kəs bəs bunu qəbul eləməsə, yəni Peyğəmbəri qəbul eləmir. Peyğəmbərin sözüdür, məndən sonra vilayət və imamət Həzrəti Əli əleyhissalamdadır. Davamında buyurur ki, və əşhədü ennəkəl mə'niyyi bi qolil əzizir rəhim. Şəhadət verirəm, ey əmirəl müminin. Həqiqətən Allah Taala'nın Qur'an-ı Kərimdə buyurduğu bu cümlədən məqsəd sənsən. Hansı cümlədən, hansı ayədən? Oradakı Allah Taala buyurur: "Və enne hada sirati mustaqimən." Həqiqətən bu mənim yolumdur müstəqim olaraq. Yəni bu mənim sirat-ı müstəqimim budur. Doğru və düzgün yol budur. Fəttəbi'uhu. Bu düz yola, mənim düz yoluma siz tabe olun. Və la təttəbi'u subul. O digər münhərif yollara, azğın yollara siz tabe olmayın. Fətəfərrəqə bikum ən səbili. Bu surətdə Allahın yolundan sizi azdırar. Bu ayə Ən'am surəsinin 153-cü ayəsindədir. İmam Hadi əleyhissalam buyurur, bu ayədən məqsəd sənsən. Allah Taala buyurur ki, mənim yolum budur, doğru düzgün yolum budur, buna tabe olun. Yəni Əli əleyhissalamın yolu. Davamında buyurur ki, "Zallə vallah və əzəllə mən ittəbəə sivak." And olsun Allaha, azğın yola gedib və başqalarını da azğınlaşdırıb, azdırıb o şəxslər ki, ya Əli, səndən başqasına tabe olurlar. Yəni səndən başqasına tabe olanlar həm özü azğındır, həm başqalarını da azğın yola, kəc yola, əyri yola aparırlar. Və ənədə ənil haqq mən adaka. Hər kəs səndən ədavət bəsləsə, ya əmirəl müminin, həqiqətdə haqdan uzaq düşmüşdür. Haqla nə eləyir? Ləcazət və inad edir. Allahümmə səminə li əmrik. Ey mənim Allahım, biz sənin əmrini eşitdik Peyğəmbərin vasitəsilə və ətə'na, itaət elədik sənin əmrinə və təbə'nəkə və təbə'nə siratəkəl müstəqim və sənin o sirat-ı müstəqimə tabi olduq. İmam Hadi əleyhissalam bizə öyrədir. Və Qədiriyyə ziyarətində bizə öyrədir. Ey mənim Allahım, sən ki buyurdun mənim yoluma tabi olun, mənim yolum Əlinin yoludur. Biz də deyirik ki, ilahi, sənin bu əmri biz Peyğəmbərin vasitəsilə eşitdik
itaət elədik və sənin müstəqim olan yolun ki, Həzrət Əlinin yoludur, biz ona tabe olduq. Fəhdinə Rəbbənə, bizi özün hidayət elə, ey bizim Rəbbimiz. Və la tuziq qulubənə bə'dəl huda ən ta'ətikə, bizim qəlblərimizi hidayət yolunda olduqdan sonra azdırma ən ta'ətikə, öz itaətindən. Vəcəlnə minəş-şakirinə li-ən'umikə, qərar ver, biz sənin nemətlərinə şükür edənlərdən olaq. O nemətlərdən ən böyücü vilayət nemətidir. Buna şahid, dəlalət edən Maidə surəsinin 3-cü ayəsi. Və ətəməmtu aleykum niməti, nimətimi tamamladım. Və Təkasir surəsindəki var. Lətusəlunnə yevmə izin alin-nəim. Bu gün nemətlərdən soruşulacaq. O nemətlər deyəndə İmam Sadiq əleyhissalam və ya digər imamlardan hədis var ki, buyurur, o nemət vilayət nemətidir. İlahi, özün bizə kömək ol ki, bu gözəl və böyük nemətin müqabilində sənə şükür edənlərdən olaq. Davamında buyurur ki, və əşhədü ennəkə ləm təzəllil həva müxalifən. Şəhadət verirəm, ey əmirəl-müminin. Həqiqətən sən həmişə nəfsi istəklərin əksinə olubsan, əksinə çıxıbsan. Öz nəfsi istəklərinə, şəhəvani istəklərə tabi olmayıbsan. Və littuqa muxalifə. Həmişə sən təqva ilə həmrah olubsan, həm peyman olubsan. Təqva əsasında hərəkət edib, rəftar edibsən. Şəhadət verirəm, ya əmirəl-müminin, həqiqətən sən əla kəlmil qayzi qadirə. Qüdrətin var idi, öz qəzəbini udasan Allaha xatir. Qabaqcı, yəni Qədiriyyə xütbəsinin gələcək qismlərində də vardı ki, oradakı Allah Taala buyurur, "Vəl qaziminəl qayz", qəzəblərini udarlar. İmam Hadi əleyhissalam buyurur ki, bu ayə sən barədədir. Şəhadət verirəm. Baxmayaraq ki, haqqın qəsb oldu, özün buyurubsan Nəhcül Bəlağanın 3-cü xütbəsində gözündə qum dənəsi, boğazında bir sümük qalan bir insan kimi, amma qəzəbini Allaha xatir, İslama xatir, Qur'ana xatir udubsan. Buna qüdrətin vardı. Və ənin-nasi afiya. İnsanları rahat şəkildə əfv edənsən, şəhadət verirəm, sən bu gözəl əxlaq sahibsən ki, rahat insanları bağışlayırsan. Və izə usiyəllah saxita. Sənin gözün qarşısında əgər bir nəfər Allaha isyan edərsə, günah edərsə, sən rahat dayanmırsan. Narahat olursan, qəzəbli olursan. Və izə utiəllah radiyə. Amma görsün ki, bir nəfər Allaha itaat edir, Allah itaat edilən yerdə razısan, xoşhalsan, Allaha isyan olan yerdə isə narahatsan. Və bima əhidə ileykə amilə, səndən olan o əhd peymana əməl edənsən. Ra'iyən liməstuhvistə, hafizən ma ustuvdiətə, mübəlliğən ma hummiltə, muntəzirən ma vuiddə. Allah tərəfindən, Peyğəmbərin vasitəsilə sənin kənarında, sənin yanında qoyulan o əmanətləri hifz eləyib, qoruyub saxlayırsan. O ki, sənə deyilib, onu riayət eləyirsən. Sən ki, Allah tərəfindən bir sıra şeyləri insanlara çatdırmalısan, ilham olub sənə, Peyğəmbər sənə elm öyrədib, onu olduğu şəkildə insanlara çatdırırsan və Allah tərəfindən sənə verilən vədəni gözləyirsən. Və davamında buyurur, əlbəttə mən bütün bu xütbənin hamısını əvvəldən axıra istəmirəm, qısa izah verirəm. Bəzi yerləri ki, həqiqətdə Əli əleyhissalamı bizə tanıtdır İmam Hadi əleyhissalam Qədirxum günündə. Biz də elə Qədirxum günündə, Qədirxum günündən öncə bunları bilməliyik. Davamında buyurur, və əşhədü ənnəkə ya əmirəl-müminin cahəddə fillahi həqqə cihadi. Şəhadət verirəm, həqiqətən ey möminlərin əmiri, sən Allah yolunda o cürək lazımdır, cihadın haqqını əda elədin. Ölənə qədər Allah yolunda çalışdın. Hətta dəakəllah ilə civari. O vaxta qədər ki, artıq Allah Taala özü səni dəvət elədi öz yanına. Və qəbəzəkə ileyhi bi ixtiyari. Öz ixtiyarı ilə sənin ruhunu qəbz elədi. Yəni, ölən günə qədər sən Allah yolunda çalışdın. Bu cihad həmişə müharibə mənasında deyil. Cihad Allah yolunda çalışmaqdır. Bəzən canla, bəzən malla, bəzən abrla, bəzən müxtəlif şeylərin vasitəsilə. Davamında buyurur, Əssəlamu əleykə ya əmirəl-müminin. Salam olsun sənə, ey möminlərin əmiri. Əbəddəllahə muxlisən. Xalisanə sən Allaha ibadət etdin ömür boyu. Və cahəddə fillahi sabirən. Cihad elədin Allah yolunda. Səbir edərək o çətinliklərə, cihadın özündə çətinlik vardı. Və cuddə binəfsikə muhtəsiba. Sən həqiqətdə öz canını Allaha bəxşiş elədin, Allaha bağışladın. Və əmiltə bi kitabı, onun kitabına əməl etdin. Və təbə'də sünnətə nəbiyyi,
onun peyğəmbərinin sünnəsinə tabe oldun. Və əqəmtəs sələtə, namazı iqamə elədin, bərpa etdin. Və atəytəz zəkat, zəkat verdin. Və əmərtə bil məruf və nəhəytə anil münkər, əmr bil məruf elədin, nəhyəz münkər elədin. Yəni bütün Allahın göstərişlərini əməli surətdə icra elədin. Məstətəhdə, nə qədər qüdrətin var idi, eləyə bilərdin, hamısını elədin. Mubtəğiyən mərzatə ma indəllah. Amma bunları nə üçün elədin? Bunları elədin, tələb elədin, arzu elədin. Bunların vasitəsilə Allah yanında olan Allahın razılığını. Allah yanında nemətlər çoxdur, əcr çoxdur, savab çoxdur. Amma bunların hamısını sən elədin Allahın razılığını ələ gətirmək üçün. Rağibən fima vəədəllah. Allahın sənə verdiyi vədələrə rəğbət edərək, sevirək bunları əmələ gətirdin. Əlbəttə Qədiriyyə ziyarətnaməsi həddindən artıq uzundur. İnşallah davamını gələn verilişdə siz əzizlərin nəzərinə çatdıracağam. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.